Bir neçə gün öncə paytaxtda 135 sayılı marşrut xətti üzrə fəaliyyət göstərən daşıyıcı şirkətə məxsus avtobuslardan biri hərəkətdə olarkən alışaraq yanıb. Yanğın söndürənlərin hadisə yerinə operativ müdaxiləsi nəticəsində alov qısa müddətdə söndürülüb və xoşbəxtlikdən hadisə tələfatsız ötüşüb. Bu hadisənin baş verməsi yenidən ictimai nəqliyyatda təhlükəsizlik məsələsini gündəmə gətirib. Dizelin kondisioner olmayan maşınlarda yanğın olmur. Yanan avtobusun dəyərinin 200 min manatdan artıq olduğunu nəzərə alsaq, onda belə bir sual yaranır. Avtobusun yanmasına səbəb texniki sazlığına və təhlükəsizlik vəziyyətinə lazımi səviyyədə nəzarət olunmadığı üçün hadisə baş verib. Gücə düşübdür, kondisioneri bunlar cəmaata taxsir çoxdur. Biz kondisioneri qoyanda ikinci abroda qoyuruq. Onlar istəyirlər üçüncü abrod. Salon yekədir, üçüncü abrod istəyir, o da ki naqlışqa verir. Baxış gün ərzində də baxış keçirilir. Məsələn, maşında gündə xəttdə əgər bir problem yaranırsa, bizdə qrup var. O qrupda kolon rəis, dəstə rəhbərləri deyir ki, məsələn, mənim maşınımda bir problem var. Dərhal gəlir bura qaraja, burada təmir olunur, çıxır xəttə. Yeni avtobusların ölkəyə gətirilməsi və avtobus parklarının yenilənməsi üçün həm dövlət büdcəsindən vəsait ayrılır, həm də daşıyıcı şirkətlər bu prosesdə iştirak edirlər. Bu kimi müasir standartlara cavab verən avtobuslar əgər vaxtında texniki baxışdan keçirsə, sazlığı vaxtında yoxlanırsa, niyə avtobuslar istismarda olduğu zaman alışıb yansın? Mütəxəssislər isə bildirirlər ki, bu kimi avtobusların tez sıradan çıxmasına səbəb mexaniki qüsur və ya zəif texniki baxış ola bilər. Onu da bildirək ki, son bir il ərzində müxtəlif daşıyıcı şirkətlərə məxsus 2 təzə avtobus hərəkətdə olduğu zaman alışaraq yanıb. Avtobuslar sizcə sazlığı gündə yoxlanırlar? Gündə də olmasa en azından bir olmalıdır. Yəni həftədə 2-3 dəfə məncə olmalıdır. Nəyə görə? Baxmayın da nə qədər sərnişin daşıyırlar, insan həyatı məsuliyyətdir yəni. Əgər avtobus parklarının yenilənməsində əsas məqsəd sərnişinlərə daha keyfiyyətli və təhlükəsiz xidmət göstərməkdirsə, o zaman yeni və müasir avtobusların bəzi hallarda alışaraq yanması və ya tez-tez sıradan çıxması hansı səbəblərə bağlıdır? Analiz eləmişsinizsə, maşınların əksəriyyəti yayda bu problemlər yaranır. Niyə yaranır yayda? Çünki maşın yüklənir. Niyə yüklənir? Elektrik sistemində yüklənmə gedir. Kondisioner işləyir, onun üstündə bilirsiz nə qədər, yəni orada ventilyator var, kompresor işləyir, əlavə güc yaradır orada. Son illər paytaxt və ətraf ərazilərdə ictimai nəqliyyatda istismar olunan yüzlərlə köhnə avtobus mərhələli şəkildə yeniləri ilə əvəzlənib və bu proses hazırda da davam etdirilir. Yerüstü Nəqliyyat Agentliyindən verilən məlumata görə təkcə ötən il ölkəyə 290-dan artıq yeni müasir standartlara cavab verən avtobus gətirilib və sərnişin daşımada istifadəyə verilib. Paytaxtda gündəlik xəttə çıxan avtobusların sayı 2022-ci ildə 1720 idi, hazırda 2350-yə yüksəlib. Bu ildə avtobus parkının genişləndirilməsi nəzərdə tutulur. 2030-cu ilədək bu göstəricinin 2800-ə çatdırılması planlaşdırılır. Qeyd edək ki, hazırda paytaxt ərazisində 600-ə yaxın avtobusun yenilənməyə ehtiyacı var. Rəşad Vəkiloğlu, Əfqan Bayramov, Hikmət Quliyev, Space xəbər.